Ukrayna qüvvələri yeni orta mənzilli pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın əsas təchizat körpülərinə qarşı sistemli zərbələr endirirlər. Bu hücumlar artıq işğal altındakı Krımla cəbhənin cənub istiqamətləri arasındakı mühüm logistika infrastrukturuna ciddi ziyan vurur. Ukraynanın birinci əlahiddə hücum alayının məlumatına görə son bir həftə ərzində Ukrayna qüvvələri Armyansk, Heniçesk və Çonqar ərazilərində yerləşən körpülərə zərbələr endirib. Bu məntəqələr Krımla işğal olunmuş ərazilərin materik hissəsi arasında strateji əhəmiyyət daşıyan nəqliyyat və rabitə qovşaqları hesab olunur. Həmin keçidlər cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşir və Rusiya tərəfindən Zaporojye və Xerson vilayətlərindəki qoşunların təminatı üçün istifadə olunur. Alay sosial şəbəkələrdə pilotsuz uçuş aparatlarının körpülərə çırpıldığı görüntüləri yayıb. Alay sosial şəbəkələrdə pilotsuz uçuş aparatlarının körpülərə çırpıldığı görüntüləri yayıb. Hərbçilərin sözlərinə görə bəzi əməliyyatlar Ukraynanın digər bölmələri, o cümlədən təhlükəsizlik xidmətinin elit alfa xüsusi təyinatlı dəstəsi ilə koordinasiya olunub. Məlumata görə Ukrayna hərbi rəsmiləri bu körpülərin Krımdan cənub cəbhəsinə gedən Rusiya qüvvələri üçün faktiki olaraq yeganə təchizat marşrutu olduğunu bildiriblər. Hücumlarda yeni orta mənzilli zərbə pilotsuz uçuş aparatlarından, xüsusilə FP2 və Begemot modellərindən istifadə olunur. Bu aparatların döyüş başlıqları partlayıcı və termobarik sursatlarla təchiz edilib. Hərbçilərin sözlərinə görə bu sistemlər uzaq məsafələrdəki hədəfləri vurmaq imkanına malikdir və istehsal baxımından uzaq mənzilli pilotsuz uçuş aparatları ilə müqayisədə xeyli ucuz başa gəlir. Yayımlanan görüntülərdə ən azı 2 körpüdə yanğınlar və ciddi konstruksiya zədələri görünür. Lakin hazırda bu görüntülərin müstəqil şəkildə təsdiqlənməsi mümkün deyil. Xerson vilayətindəki işğalçı administrasiyada hücumları təsdiqləyib. Bunların rəhbəri Vladimir Saldo bildirib ki, Armyansk yaxınlığındakı körpülərə ən azı 45 pilotsuz uçuş aparatı ilə zərbə indirilib. Bundan əlavə Çonqar bölgəsindəki körpüyə təxminən 20 hücum həyata keçirildiyi, bundan sonra hərəkətin qismən və ya tamamilə dayandırıldığı, daha sonra isə alternativ marşrutların tətbiq olunduğu barədə məlumatlar yayılıb. Analitiklər qeyd edirlər ki, körpülərə edilən hücumlar strateji xarakter daşıyır. Çünki onlar Rusiya qoşunlarına yanacaq, sursat və hərbi texnika çatdırılmasını çətinləşdirir. Nəşrin yazdığına görə ki, orta mənzilli pilotsuz uçuş aparatları Ukraynanın hücum imkanlarının yeni yüksələn ulduzudur. Bunlar Rusiyanın arxa cəbhəsinə zərbə indirməyə və Kremlin kritik təchizat xətlərini pozmağa imkan verir. Əvvəlki illərdə Ukrayna Rusiyanın təchizat körpülərinə ziyan vurmaq üçün əsasən diversiya əməliyyatlarına və ABŞ istehsalı olan yüksək dəqiqlikli reaktiv artilleriya sistemlərinə güvənirdi. Məqalə müəllifləri əlavə edirlər ki, bu pilotsuz uçuş aparatları adi əl qumbarası daşıyan kvadrokopterlərdən daha uzağa uça bilir və daha güclü zərbə endirir. Eyni zamanda onlar Ukraynanın Rusiyanın hərbi sənaye obyektlərinə hücum etmək üçün istifadə etdiyi uzaq mənzilli pilotsuz uçuş aparatlarından daha ucuz istehsal olunur. Daha əvvəl birinci əlahiddə hücum alayının komandiri Dmitri Filatov bildirmişdi ki, Xerson vilayətinin müvəqqəti işğal altında olan hissəsində yerləşən Çonqar körpüsü ciddi ziyan görüb və hazırda nəqliyyatın hərəkətini tamamilə dayandırıb.